Salam, xoş gördük sizləri. Bugün sizinlə geotermik pilla haqqında bir məsələ izahına baxacağıq. Deməli, məsələdə nə deyir? Deyir ki, geosinkronal ərazidə yerin 200 metr dərinliyində suxurların orta temperaturu müsbət 35 dərəcə Selsidir. Olduğu kimi yazaq deyiləni. Bir 200 metr dərinlik çəkirik və yazırıq ki, 200-dür, 6 oxşadı. 200 metr dərinlikdir və burada deyir ki, temperatur müsbət 35 dərəcə Selsidir. Sonra deyir ki, geotermik pillə 15 metrdən 1 keçirilib. Yəni, hər 15 metr dərinliyə doğru getdikcə temperatur 1 dərəcə Selsi artır. Yazaq bura 15 metrə 1 dərəcə Selsi artır. Sonra nə deyir? Deyir, 1400 metr dərinlikdə suxurların orta temperaturunu hesablayın. 1400 metr ondan aşağıda yerləşir. Deməli, daha isti olmalıdır. 1400 metr yazırıq. Buraya x yazırıq, çünki bilmirik temperatur nə qədərdir. Temperaturu tapmaq üçün nə edəcəyik? 1400 metrlə 200 metr arasında neçə metr dərinlik fərqi var? Buradan alırıq ki, 1200 metr dərinlik fərqi var. Biz də bilirik ki, hər 15 metrə temperatur 1 dərəcə Selsi artır. Bəs 1200 metr dərinliyə doğru getdikcə temperatur nə qədər artar? X dərəcə Selsi. Buradan da məsələnin həllində x da bərabərdir. Tənasibdə 1200-ü bölürük 15-ə. Bu da eləyir 80 dərəcə Selsi. 80 dərəcə Selsi dərinliyə doğru getdiyinə görə istiqaməti dərinliyə doğru getdiyinə görə aşağıya doğru temperatur artmalıdır. Burada 35 dərəcə Selsi idisə 200 metr dərinlikdə. 1200 metrdən sonra gəlib 1400 metrə çatanda temperatur 80 plus 35 dərəcə Selsi olacaq. Bu da bizə verir 115 dərəcə Selsi. Deməli, 1400 metr dərinlikdə temperaturumuz olacaq A variantı, 115 dərəcə Selsi.